Salam, hər vaxtınız xeyir olsun. Mən Səidə müəlliməm. Təbiət monitorinq imtahanı bilirsiniz ki, artıq yaxınlaşır. Təqribən bir aydan sonra təbiət monitorinq imtahanı başlayacaq və bir aya yaxın olan bir müddətdə artıq mən yeni bir layihəyə başlamışam. Bu layihədə nədən söhbət gedir? Deməli, bir videonun içərisində mən həm bir mövzunun izahı olacaq, həm həmin mövzunun testlər də deyəndə də hansılar nəzərdə tuturam? Bir Nərmin Allahverdiyevanın deməli testlərinin, yəni kitabının suallarının izahı olacaq və Rüstəm Əşbirovun kitablarının izahı olacaq. Kitabın içindəki sualların daha doğrusu izahı olacaq. Yəni bir videonun içərisində siz mövzunu tamamilə əhatə olunmuş şəkildə həm dinləyəcəksiniz, həmçinin də testlər haqqında məlumatınız olmuş olacaq. Deməli, YouTube kanalımda, videoların birində şərhlərdə uyğunlaşmalar mövzusu dediniz ki, çətin gəlirsə, ona görə düşündüm ki, elə ilk layihəmizi də bu mövzu haqqında başlasaq daha düzgün olar. Uyğunlaşma nədir? Birinci olaraq uyğunlaşma nədir? Bunun haqqında məlumat verim sizə. Uyğunlaşma dediyimiz zaman, yəni canlıların yaşadığı bir yer, birinci yaşayış məskəni nədir? Onu izah edeyim sizə. Canlıların yaşadığı bir yer, yaşadığı bir ərazi biz buna adlandırırıq habitat və yaxud da yaşayış məskəni. Yəni canlılar, məsələn, ətraf mühitimizdə gördüyümüz canlılar, həm biz buna bitkiləri, həm heyvanları, göbələkləri, bakteriyaları, ümumilikdə yəni canlılar dediyimiz zaman biz dedik ki, buna bitki, heyvan, göbələk və bakteriya aiddir. Bunların hamısı, yəni yaşadığı bir yer, hər birinin ayrı-ayrılıqda yaşadığı yer onların yaşayış məskəni və yaxud da habitatı adlanmış olur. Burada gördüyünüz kimi hər bir canlıdır. Məsələn, pinqvinlərdir, dənizlərdə, daha doğrusu okeanlarda falan yaşayır. Dəvədir, səhralıq yerdə yaşayır. Keçidi dağlıq yerlərdə yaşayır. Yəni hər bir canlının özünün yaşadığı bir yeri vardır, yaşadığı bir məskən vardır, ərazi vardır. Biz buna habitat adlandırırıq. Canlıların yaşadığı yerdə biz deyirik ki, burada abiotik və biotik amillər canlılara təsir eləyir. Abiotik demək cansız amillərdir, biotik isə canlı amillərdir. Abiotik amilləri biz cansız amillər olaraq günəş işığını, temperaturu, havanı, suyu, torpağı misal göstərə bilərik. Yəni cansız. Yəni əsas məqsəd burada nədir? Cansız amillərdir. Günəş işığıdır, temperaturdur, sudur, havadır, torpaqdır, hamısı cansızdır. Biotik amillər isə canlı amillərdir. Canlılar deyəndə nə nəzərdə tutduq? Bitkiləri, heyvanları, mikroorqanizmləri bunları nəzərdə tutduq və bunların bir-biri ilə qarşılıqlı əlaqəsi bunlar nəzərdə tutulur. Daha sonra gəlirik mühitə uyğunlaşma. Canlı yaşadığı mühitə görə müəyyən bir uyğunlaşmaları vardır. İstər bitkilərdə, istərsə də heyvanlarda yaşadığı mühitə uyğunlaşmalar mövcuddur. Biz bu uyğunlaşmalar nəyə əsasən baş verir? Qida və su əldə etməsinə görə, yırtıcıdan qorunması üçün, çoxalması üçün, yəni mühit şəraitinin dəyişikliklərə uyğunlaşması üçün və mübarizə aparması üçün müəyyən bir uyğunlaşmalar baş verir və uyğunlaşmalar biz deyirik ki, iki yerə ayrılır. Quruluş uyğunlaşmaları və davranış uyğunlaşmaları. Quruluş uyğunlaşmaları canlının yaşadığı yerə uyğunlaşması üçün bədənində baş verən dəyişikliklərdir. Yəni quruluşunda, bədənində baş verən dəyişikliklər quruluş uyğunlaşmasıdır. Davranış uyğunlaşması isə canlının həyat tərzində, yaşayışında baş verən dəyişikliklərdir. Yəni quruluş uyğunlaşmasında canlının bədənində dəyişiklik baş verir, davranışda isə adından göründüyü kimi həyat tərzində baş verən bir dəyişkənliklər nəzərdə tutulmuş olur. Quruluş uyğunlaşmalarını, istər davranış uyğunlaşmasının, yəni əsasən quruluş uyğunlaşması deyirik, bitkilərdə də misal göstərə bilərik, heyvanlarda da misal göstərə bilərik. Məsələn, tutaq ki, kaktus səhralıqda olduğu üçün, səhralıq ərazilərdə bitdiyi üçün kaktusun yarpağı tikana çevrilib, gövdəsi ehtiyat su toplayır. Bu quruluş uyğunlaşmasıdır. Davranış uyğunlaşması nədir? Pinqvinlər soyuq ərazilərdə yaşayır və soyuq ərazilərdə yaşadıkları zaman üşüməmələri üçün, isinmələri üçün bir yerə toplaşırlar. Bu onların davranışlarında. Gördüyünüz kimi, yəni pinqvin həyatında, daha doğrusu bədənində heç bir dəyişiklik baş vermədi ki, sadəcə olaraq pinqvinin həyat tərzində bir dəyişiklik baş verdi. Və yaxud da surikatlardan bəziləri biri digərini özünü qorumaq üçün, yəni yırtıcılardan özlərini qorumaq üçün müşahidə aparırlar. Yəni digər surikatlar
deməli, yırtıcılardan qorumaq üçün neynirlər? Müşahidə aparırlar. Bu nədir? Dediyim kimi canlının həyat tərzində baş verən dəyişkənlikdir. Surikatın nə bədənində bir dəyişiklik baş vermir, sadəcə həyat tərzində baş verir. Daha sonra gəlirik nəyə? Köçəri quşlar V formasında uçur və səbəb nədir? Biz bilirik ki, deməli, köçəri quşlar deməli, soyuq yerlərdən isti yerlərə uçurlar və uçduqları zaman fikir vermisinizsə V formasında uçurlar. Buna səbəb həm onların daha az, deməli, enerjidən istifadə etmələri, yəni enerjiyə qənaət etmələri, həmçinin də, deməli, məsələn, quşlar uçduqları zaman yorulanda arxa sıraya keçirlər və nəticədə nə olur? Onlar arasında həm əlaqə qurmaq olur, həm də bir-birləri arasında rahat şəkildə nəzarəti gücləndirilmiş olur. Buna görə də V formasında uçurlar. Daha sonra gəlirik nəyə? Heyvanlar mühitə necə uyğunlaşırlar? Deməli, yırtıcı heyvanlar var da. Yırtıcı heyvanlar deyirik ki, yəni canlılarla qidalandıqları zaman neyləməlidirlər? O qidanı tutmalıdırlar. Qidanı tutması üçün də nələri var? Onların güclü əzələləri var. Sonra məsələn, ilanın ətrafları olmadığı üçün sürünərək hərəkət eləyir. Sürünərək hərəkət etməsində səbəb olan şey nədir? Yəni necə yəni sürünərək hərəkət edir? Əzələləri vasitəsilə. Yəni dediyim kimi, deməli, uyğunlaşması necə baş verir? Ətrafları yoxdur, sürünərək. Əzəllər güclü inkişaf elədiyi üçün sürünərək uyğunlaşır. Yəni sürünərək qidasını tuta bilir. Sonra dediyim kimi xüsusi pulcuqları vardır. Həmçinin deyirik ki, ilanın pulcuqları buynuz mənşəlidir də. Yəni məsələn balığın pulcuqları kimi qopmur. İlanın pulcuqları buynuz mənşəlidir. Birbaşa soyulur. Amma balığın pulcuqları nə mənşəlidir? Sümük mənşəlidir. Sonra quyruqların olması. Məsələn, kengurunun quyruğu var, sonra hepardın quyruğu var. Bu nə üçündür? İstər kenguru, istər hepard, onlar hərəkət edən zaman kengurunun quyruğu onu tarazlıqda saxlamağa kömək eləyir. Hepardın quyruğu isə onları qaçarkən tarazlıqda saxlamağa kömək edir. Kenguru hoppandığı zaman quyruğu tarazlıqda saxlamağa kömək edir. Hepard isə qaçdığı zaman neynir? Onu tarazlıqda saxlamağa kömək etmiş olur. Sonra suda yaşayan canlılar, məsələn, balıqlar, suda qurda yaşayanlar, bunlarda sonra quşların bəzi nümayəndələrində, hətta məməlilərin bəzi nümayəndələrində, sürünənlərin bəzi nümayəndələrində, suda yaşayan nümayəndələrində bədənlərə dəyişiklik baş verir. Bunun hamısı nədir? Quruluş yoğunlaşmasıdır. Məsələn, tutaq ki, balıqlarda suda yaşadıqları üçün qəlsəmələri var. Üzgəcləri var. Suda yaşamağa uyğunlaşdığı üçün onun qəlsəmələri var. Çünki suda yaşayan canlılar əsasən qəlsəmə vasitəsilə tənəffüs edir. Daha sonra tısbağa bildiyimiz kimi, yəni sürünəndir və tısbağanın normalda ayaqlarının hər bir ayağında 5 barmağı olur. Ön ətrafında və arxa ətrafında hər birində 5 barmağı var. Ancaq məsələn, dəniz tısbağasında isə nə olur? Ətrafları kürək şəkillidir. Həmçinin balina. Balina məməlidir, amma məməli olmasına baxmayaraq onun da ətrafları kürək şəkillidir. Həmçinin güclü quyruqları olur. Yəni bu dediyim kimi onun suda yaşamağa deməli uyğunlaşması ilə bağlı olan bir dəyişkənlikdir. Sonra balıqların bədəninin quruluşu. Balıqların bədəninin quruluşu ön və arxa hissəsi dardır, orta hissəsi genişdir. Bu nə üçündür? Çünki suda daha rahat şəkildə, sürətli şəkildə hərəkət etməsi üçündür. Sonra suda yaşayan quşlarda, pingvinlərdə, ördəklərdə bunların ətraflarında üzmə pərdəsi var. Həmçinin biz qurbağada da müşahidə edirik bunu. Qurbağanın arxa deməli ətraflarında üzmə pərdəsi vardır. Üzmə pərdəsi onları yenə suda rahat şəkildə hərəkət etmələri üçündür. Daha sonra bu suda yaşayan canlılarda baş verən uyğunlaşmalardır. Sonra uça bilən canlılarda nələr var? Qanadlarının olması. Məsələn, yarasa əslində məməlidir, amma qanadları var. Yəni qanadlarının köməyi ilə uçur. Sonra quşlarda uçmağa uyğunlaşması üçün hansı dəyişkənliklər baş verib? İçi boş sümükləri var, qanadları var, sonra bədən forması axıcıdır, bədənin üzəri lələklərlə örtülüb. Daha sonra siz növbəti siniflərdə keçəcəksiniz. Yalnız sol yumurtalığı var. Sonra
sağ yumurtalığı yoxdur. İçi boş sümüklərin olması, axıcı bədən forması, ümumiyyətlə içi boş sümük nə üçündür? Quşun bədənin yüngülləşməsi üçündür. Quşun bədəni yüngülləşdiyi üçün rahat şəkildə deməli deyirik ki, havada hərəkət eləyə bilir. Qanadların olması nə üçündür? Rahat şəkildə yenə hərəkət eləməsi üçün, rahat şəkildə havada uçması üçündür. Kəpənəyin bədəninin yüngül olması, amma uçmasına kömək eləmiş olur. Lələklərin olması həm bədənini, məsələn, quşun lələkləri həm bədəni isti saxlayır, həmçinin də uçmağa kömək eləyir. Biz bilirik ki, quşlarla məməlilər isti qanlı canlılardır da. İsti qanlı canlı olmaqlarında səbəblərdən biri də quşların lələklərinin məməlilərin isə tükörtüyünün olmasıdır. Sonra məməlilərdə piy qatının olmasıdır. Yəni bədənlərini isti saxlayırlar. Daha sonra gəlirik suda tənəffüs etmək üçün uyğunlaşma. Suda tənəffüs edən canlılar biz deyirik ki, sudakı deməli oksigenlə tənəffüs eləmiş olurlar və bəziləri atmosferdəki oksigenlə tənəffüs edir. Bir də var ki, suda olmuş oksigenlə suda həll olmuş oksigenlə tənəffüs edir. Atmosfer havasına oksigenlə tənəffüs edən canlılarda onlarda ağciyər və traxeyalar olur. Quru heyvanlarında ağciyər və traxeyalarla tənəffüs edirlər. Çünki atmosfer havasına oksigenlə tənəffüs etmiş olurlar. Amma suda həll olmuş oksigenlə tənəffüs edən canlılar isə suda yaşayan canlılardır. Məsələn, biz buna misal göstəririk, tutaq ki, balıqlara qəlsəmə ilə tənəffüs edir. İndi deyə bilərsiniz, hə, məsələn, amfiblər, suda quruda yaşayanlar, ağciyərləri var, amma suda yaşayırlar. Baxın, uşaqlar, qurbağalar, yəni amfiblər, ağciyər və traxeyalar olsa, daha doğrusu ağciyərlər olsa da, qurbağaların əsas tənəffüs orqanı nəm dəridir. Yəni qurbağalar əsasən nəm dəri vasitəsilə tənəffüs edirlər. Daha sonra biz deyirik, dediyim kimi balıqlar da qəlsəmə vasitəsilə tənəffüs edir. Xərçəngdir, qəlsəmə vasitəsilə tənəffüs etmiş olurlar. Yəni bayaqlarda qeyd elədiyim kimi suda həll olmuş oksigenlə tənəffüs edir. Suda yaşayan canlılar hansılar? Deməli, balıqlara aid eləyə bilərik. Sonra qurbağanın sürfəsi, çömçə quyruğa aid eləyə bilərik. Sonra nəm dəri ilə tənəffüs edən qurbağanın özünə aid eləyə bilərik. Bunlar suda həll olmuş oksigenlə neynir? Tənəffüs etmiş olurlar. Amma quru da, yəni atmosfer havasına oksigenlə tənəffüs edən canlılar isə, məsələn, sürünənləri misal göstərə bilərik. Quşları misal göstərə bilərik, məməliləri misal göstərə bilərik. Bunlar ağciyərlər vasitəsilə tənəffüs etmiş olurlar. Daha sonra gəlirik nəyə? Bayaq dediyim kimi, indi quruda yaşayan canlılara baxaq. Quruda yaşayan canlılar, məsələn, burada göstərilib məməlilərdən indi hamısı quruda yox, bəziləri suda da yaşayırlar, amma buna baxmayaraq ağciyərləri vasitəsilə tənəffüs edirlər. Bu necə baş verirlər? Bunlarda deməli, bax su itiri, balinadır, delfindir, hamısı məməlidir. Amma tənəffüs orqanları burada ağciyərlərdir və bunların tənəffüsləri necə baş verir? Ağızdan yuxarı hissəsində burun dəlikləri vardır və yaxud da başdan üst hissəsində tənəffüs dəlikləri. Bunlarda bədənlərin böyük hissəsi su altında olduqda belə, onlar deməli qalxırlar yuxarıya, suyun üst hissəsinə, burun dəlikləri və yaxud da tənəffüs dəlikləri vasitəsilə oksigeni qəbul edirlər. Yəni yenə nədən istifadə edirlər? Atmosferdəki oksigendən. Sudakı oksigendən istifadə eləmirlər. Çünki suyun daxilinə girdiyi zaman, yəni suyun altında olduqları zaman, onların burun dəlikləri və yaxud da tənəffüs dəlikləri bağlanır. Nə zaman ki, suyun yuxarı hissəsinə qalxırlar, yəni suyun üst hissəsində havada qalırlar, burun dəlikləri açılır və neynirlər? Atmosferdəki oksigendən istifadə edərək tənəffüs etmiş olurlar. Heyvanlar sağ qalmaq üçün necə uyğunlaşır? İndi gəlin buna baxaq. Heyvanlar sağ qalmaq üçün müəyyən bir uyğunlaşmalar vardır. Məsələn, tutaq ki, qartallardır. Qartallar neynirlər? Sürətlə deməli uçurlar və uçduqları zamanda, yəni qidalarını rahat şəkildə tapırlar. Sonra yırtıcılar əsasən güclü ayaqları olduğu üçün, hepard kimi canlılarda güclü ayaqları olduğu üçün sürətli qaçaraq öz qidalarını tapmış ola bilirlər. Sonra baxın, fikir vermisizsə qütb ayısı biz nə üçün deyirik? Çünki ağ rəngdədir. Nə üçün? Çünki qütb ayısı, yəni qütbdə yaşadığı üçün orada buzlaqlarla örtülü olur və örtülü olduqları zaman da özlərini digər canlılardan qorumalıdır.
Qoruduğu üçün elə rəngi də qütb rəngində, yəni buzlaq rəngində, ağ rəngdə olur ki, digər canlılardan özünü qorumuş olsun. Sonra hörümçəklər hörümçəklər qidasını necə tutur? Torlardan istifadə edir və yaxud tələlərdən istifadə eləyir və nəticədə qidasını tutmuş olurlar. Sonra ilanlardır, sonra əqrəblərdir, sonra arılardır. Arılardan işçarlar. İndi yenə növbəti siniflərdə siz keçəcəksiniz. İşçarlar da öz ovlarını, deməli, zəhərdən istifadə eləyərək öldürürlər və bu nəticədə neynirlər? Qidalanmış olurlar. Bu qələmun da yapışqan dili vardır. Yapışqan dili vasitəsilə deməli, yapışqan dildən istifadə eləyir. Həmçinin bu qələmin özünü necə qoruyur? Bu qələmin qorxu hiss elədiyi zaman olduğu mühit şəraitində rəngini dəyişir və nəticədə belə deyim də, seçilmir digər həmin yaşadığı mühit. Sonra pələnglə şir. Pələnglə şirdə yaşadığı daha doğrusu qidasını tutmaq üçün güclü çənələri vardır, iti dişləri vardır. Nəticədə deməli, belə deyirik də, ovlarının itini qoparmaq üçün dişlərlə istifadə eləmiş olur. Daha sonra canavarlar və yaxud da qarışqalar. Bunlar ov elədikləri zaman sürü halında ov eləyirlər. Bunlar nə üçün? Çünki biz bilirik ki, qarışqaların həm bədən çəkisi yüngüldür, ancaq o demək sürü halında ov elədikləri zaman nisbətən daha öz çəkilərinin yüksək, öz çəkilərindən çox deməli qida götürüb onu daşıya bilirlər. Həmçinin canavarlar da elə sürü halında ov elədikləri zaman daha çox qida götürə bilirlər. Bu oldu bizim növbəti dərsimiz. İndi fikir vermisinizsə, gəlin bura baxaq. Deyir ki, heyvan iri dişlərlə otu kəsir və üyüdür. Hansı heyvan ətlə qidalanmaq üçün iti kəsir dişlərdən istifadə edir? Deməli, iri dişlərlə otu kəsir və üyüdürsə, təbii ki, bu hansı canlılar olacaq? Bitki yeyən məməlilər. Məsələn, biz camışdır, sonra inəkdir, qoyundur, bu kimi məməlilərə misal göstərə bilərik. Onlar otu kəsir və üyüdürlər. Əsasən də biz deyirik, biz göşəyə məməliləri misal göstərə bilərik. Hansı heyvandır ətlə qidalanmaq üçün iti kəsir dişlərdən istifadə edir? Təbii ki, adından görünür onsuz. Ət yeyən məməlilər iti kəsir dişdən istifadə etmiş olur. Daha sonra gəlirik yırtıcılardan qorunmaq üçün olan uyğunlaşmalara. Yırtıcılardan qorunmaq üçün bayaq dediyim kimi canlılar özünü bəzən cansıza, bəzən isə daha zəhərli bir deməli canlıya oxşatmış olur. Məsələn, bu gördüyünüz bu üçüncü canlı əslində heyvandır. Biz buna toz ağacı qarışcası deyirik. Daha doğrusu baxın, bu dozaltı qarşısız kəpənəyin özüdür. Bu isə onun deməli tırtılıdır. O özünü budağa oxşadır. Budağa oxşatdığı üçün əslində diqqətlə baxdığınız zaman insan bəzən heç onu belə deyim də və yaxud da heyvan falan özünü seçə bilmir də ki, bu deməli canlıdırmı, yoxsa budaqdırmı? Amma əslində bu nədir? Heyvandır. Toz ağacı qarışcasının tırtılıdır. Son fikir vermisiniz, ceyran yaşadığı mühit şəraitinə uyğun olaraq rəngi də yaşadığı mühit şəraitinə uyğundur. Daha sonra burada yenə sualtı canlını görürsünüz ki, baxın suyun altında olan qayalıqların rənginə uyğundur ki, orada olan digər canlılar onu görüb qidalanmasın. Yəni bayaq dediyim kimi insanlar digər yırtıcılardan qorunmaq üçün müəyyən bir uyğunlaşmalara baş verib. Məsələn, tısbağalar qorxu hiss elədikləri zaman çanağın içərisinə girir. İlbizlər qorxu hiss elədiyi zaman çanağın içərisinə girir. Niyə? Çanaqların üst hissəsi sərtdir və qırılmır. Hansısa bir canlı deməli onunla qidalanmaq istədiyi zaman tez çanağın içərisinə girir və nəticədə qırmaq daha çətinləşir. Kirpidir, yexidnadır. Bu kimi canlılar isə, yəni heyvanlar isə yırtıcılardan, məsələn, yırtıcı görür və qorxu hiss elədiyi zaman tez bədənləri tikanlarla örtülmüş olur və nəticədə yenə canlı özünü yırtıcılardan özünü qoruyur. Zəhərli ağac qurbağası. Zəhərli ağac qurbağası biz nə üçün deyirik? Fikir verirsinizsə əgər, onun dərisində xüsusi bir rəng vardır üzərində və o digər canlıya zəhərliyəm elə bir siqnalını verir. Ona görə də digər canlılar onu yemir. Sonra maskalanma nədir? Maskalanma odur ki, bayaq dediyim kimi bəzi canlılar vardır ki, deməli,
Bunlar yırtıcılar tərəfindən görünmürlər. Bayaq dediyim kimi, məsələn, toz ağacı qarışdırıcı, çubuq böcəyi, baxın buydu, çubuq böcəyi. Sonra yarpaq böcəyi vardı. Fikirləşsə yarpağa oxşayır və digər yarpağın da üst hissəsində, yarpağın üzərində olduğu üçün digər canlı onu görmür. Toz ağacı kəpənəyidir, toz ağacı qarışdırıcı kəpənəyi. Deməli, budaq rəngində, daha doğrusu ağacın üst hissəsinin rəngində olduğu üçün mantar deyirik də biz buna, qabığının rəngində olduğu üçün. Yenə digər canlılar onu görə bilmir. Heyvan onu görmür. Sonra milçək, əslində bu sirfid milçəyidir, amma özünü bal arısına oxşadır. Biz bunu maskalanma adlandırırıq və nəticədə canlı elə bilir ki, hə bu arıdır və onu yemir. Bir də bu mimikriya. Mimikriya nədir? Mimikriya odur ki, bəzi heyvanlar vardır ki, özünü zəhərli bir canlıya oxşadır. Məsələn, sirfid milçəyin özünü bal arısıya oxşatması mimikriyadır. Yəni əslində bu bal arısı deyil. Biri var, elə bir uşaqlar, canlının özünü cansıza oxşatması. Bir də var, və yaxud da bitkiyə falan oxşatması. Bir var canlının özünü bitkiyə oxşatması, məsələn, mantara, qatına oxşatması, toz ağacı qarşıdakı kəpənəyinin özünü mantara oxşadır, yəni gövdənin üst hissəsinə oxşadır. Bu maskalanmadır. Amma sirfid milçəyin özünü bal arısına oxşatması, bu mimikriyadır. Yəni canlının özünü daha təhlükəli bir canlıya oxşatması bu mimikriya adlanmış olur. Sonra gəlirik nəyə? Bu deməli biz deyirik ki, plaşlı kərtənkələdir. Bu plaşlı kərtənkələ daha böyük görməyə çalışdır. Daha böyük görməyə çalışdığı zaman onun dərisi qabarır. Qabarır və nəticədə bədənindəki çıxıntılar başlayır aydın şəkildə görünməyə və o daha belə təhlükəli bir canlı olaraq göründüyü üçün digər canlılar onu yeməkdən çəkinirlər. Çoxalmaq üçün olan uyğunlaşma. Çoxalmaq üçün olan uyğunlaşmalar nələrdir? Birinci olaraq erkək və dişi fərdlərdə baş verən dəyişikliklərdir. Məsələn, xoruzdan toyuqda. Xoruzun lələkləri toyuqdan daha rəngli olur və bu belə deyim də toyuğu özünü cəzb etmək üçündür. Həmçinin erkək fərdlə dişi fərd tovuz quşunda da bu belədir. Erkək tovuz quşu da dişini cəlb eləmək üçün daha belə deyim də quyruq lələklərini göstərir və daha özünü belə cəzb edici formada göstərmiş olur. Dişi fərddə isə bu baş vermir. Sonra erkək kəpənəklər. Erkək kəpənəklər dişilərin ətrafında bir neçə kilometr uzaqdan hiss eləyirlər. Buna səbəb onlarda olan qoxudur. Dişilərdə olan qoxunu erkək kəpənəklər daha uzaq məsafədən hiss eləyirlər. Sonra işılda böcək vardır. Bunlar çoxalmaq üçün belə bir uyğunlaşmaları vardır ki, onlar başlayırlar işıq saçmağa. Adında göründüyü kimi işılda böcək. İşıq saçdığı üçün elə bir digər canlıları, daha doğrusu öz deməli digər cins nümayəndələri, yəni erkək dişini formatı neyniyir? Cəzb eləmiş olur. Bitkilərin ətraf mühitə olan uyğunlaşması. Bitkilər ətraf mühitə uyğunlaşması necə baş verir? Birinci olaraq, baxın, sarmaşan gövdə. Biz deyirik ki, bu lobiyadır, sonra çöl sarmaşığıdır. Bu kimi bitkilərdə gövdələr sarmaşan olur. Onlar deməli müəyyən bir dayaqdan yapışırlar və başlayırlar onun üzərində sarmaşmağa. Və neynirlər? Buna səbəb nədir? Və yaxud da bığcıqları vasitəsilə baş verir bu. Kökləri ilə dayağa ilişir və günəş işığını tutmaq üçün yuxarıya doğru başlayır qalxır. Ona görə də məsələn sürünən də var, dırmaşan da var və sarmaşan var. Məsələn dırmaşana aiddir noxud, üzüm, daş sarmaşığı, bu dırmaşandır. Sonra sürünənə aid əsasən bostan bitkiləri, sonra çiyələk, bunlar sürünən gövdələrdir. Bunlar neynir? Torpağın səthində, torpağın üst hissəsində sürünür. Yanlara doğru sürünür və nəticədə nə olur? Sürünən gövdələr. Biz bu gövdələr sürünən gövdələr deyirik. Aha, baxın fikir verin. Lobiyadır. Torpağın üst hissəsində gördüyünüz kimi sürünür. Yəni yarpaqlar sürünür. Çiyələkdə də həmçinin. Sonra bunlar isə suyun üzərində bitən bitkilərdir, su bitkiləri. Qurda yaşayırlar. Məsələn, sürünən gövdədir, sarmaşan, dırmaşan, bunlar qurda yaşayırlar. Amma bəziləri var da ki, suyun üst hissəsində yaşayırlar. Məsələn, dəmir ağacı misal göstərə bilərik.
Sonra cildi, məsələn, ciyəndir, su zanbağıdır, su sümbül çiçəyidir. Biz bunların hər biri su bitkiləridir. Yəni suyun üst hissəsində yaşayırlar. Daha doğrusu suyun üst hissəsində bitirlər. Daha sonra gəlirik tozlanma, meyvə və toxumların yayılması üçün uyğunlaşmalar. Baxın, tozlanmaya görə uyğunlaşmalar. Birinci olaraq bunu deyirik ki, toxumların yayılmasına görə bitkilər bölünür. Bir var toxumun öz-özünə yayanlar, bir də var toxumunu müxtəlif amillərlə yayanlar. Yəni toxumunu öz-özünə yayan nə deməkdir? Yəni məsəl üçün nəyə misal göstərə bilərəm? İtxiyarı bitkisi var. İtxiyarı bitkisi yetişdiyi zaman toxumu partlayır və neynir? Öz-özünə yayılır. Yəni hər hansı bir amil, hər hansı bir mühit ona təsir etmir. Toxumu yayıldığı zaman, yarandığı zaman, yetişdiyi zaman partlayır və başlayır ətraf mühitə tökülməyə. Biz təkcə məsələn ixtiyarını yox, məsələn, nəyi misal göstərə bilərik? Xaşxaşı, sonra tütün, tənbəki, sonra lobya, bu kimi bitkiləri misal göstərə bilərik. Daha sonra var su vasitəsilə yayılma, yəni suyun üst hissəsində bitən bitkilər də su vasitəsilə yayılır. Sonra külək vasitəsilə yayılma. Külək vasitəsilə yayılan bitkilərlə müəyyən uyğunlaşmalar var. Baxın, hansı uyğunlaşmalardır? Bəzilərində tükcüklər var. Külək vasitəsilə rahat şəkildə yayılması üçün tükcükləri var. Zəncir otunda qanadçığı var, yalanqozda. At pıtrağı necə yoluxur? At pıtrağı elə bil onun qarmaqcıqları var. Qarmaqcıqları vasitəsilə gəlir hər hansı bir, məsələn, qoyun bitkisi, qoyunun gəlir yununa yapışır. Qoyunun yununa yapışdığı zaman başlayır neyniyir? Yayılır. Sonra ağcaqayın qanadçıqları vardır, qanadçığı vasitəsilə yayılır. Sonra quş armudu, qara gilə kimi bitkilər vardır ki, yəni meşələrdə olur. Onlar heyvanlar tərəfindən yeyilir. Sonra bir yerdən başqa bir yerə nədisi vasitəsilə yayılır. Bu nədir? Bunların hər biri dediyim kimi, bax məsələn, at pıtrağının yayılması heyvan vasitəsilə yayılmadır. Heyvan götürür yunu vasitəsilə bir yerdən digər yerə aparır. Sonra dediyim kimi, məsələn, meşədə bitən bitkilərin yayılması, quş armududur, qaragilədir. Bunun yayılması isə necə baş verir? Dediyim kimi, yəni heyvanlar yeyir, nədisi vasitəsilə birindən digər yerə yayılır. Deməli, heyvan vasitəsilə yayılmağa aid at pıtrağıdır, quş armududur, qaragilədir, bunlardır. Külək vasitəsilə yayılmağa zəncirotudur, tükcükləri var. Yalanqozdur, qanadcıqları var, qanadcığı vasitəsilə yayılır. Sonra ağcaqayındır, qanadcığı var, qanadcığı vasitəsilə yayılır. Bu küləklə yayılanlardır. Bir də var su vasitəsilə yayılanlar. Bunlar nədir? Suyun ətrafında, su ətrafı yerlərdə bitən bitkilərdə, məsələn, kokos palması, bayaq dediyim kimi qızıl ağac, mango, su zanbağı, suyun ətrafında olan bitkilərdə su vasitəsilə yayılırlar. Sonra öz-özünə yayılanlara nə aid oldu? İtxiyarıdır, öz-özünə yayılır. Noxuddur, paxladır, tütündür, tənbəkidir. Bunların hamısında akasiyadır. Bunların hamısında toxumlar öz-özünə yayılır. Yəni onun yayılması üçün hər hansı bir şey lazım deyil. Toxum yetişdiyi zaman quruyur, açılır və neyniyir? Öz-özünə yayılmış olur. Fikir verin, burada məsələn akasiya bitkisi göstərilib. Meyvələr də toxumu çatladı. Başlayır toxumlar neyniyir? Taycıqları çatlayandan sonra ətrafa səpələnmiş olur. İtxiyarı bitkisi də toxum yetişəndən sonra seliklə birlikdə neyniyir? Ətraf mühitə səpələnmiş olur. Sonra canlılar eksternal temperaturlarda necə yaşayır? Eksternal temperatur dediyimiz zaman, yəni çox isti temperatur və yaxud çox soyuq temperaturlarda necə yaşayır? Birinci olaraq, məsələn, məməlilərdə, soyuq temperaturda yaşayanlarda pi qatı vardır, dəraltı pi təbəqəsi. Dəraltı pi təbəqəsi həm onların, deməli, istiliyin saxlanmasında əsasən rol oynayır, həm də bədəndə istilik itkisini azaltmaq. Yəni bədənin isti saxlanılmasında əsas rol oynayanlardan biri onların dəraltı pi təbəqəsinin qalın olmasıdır. Ona görə balina, su iti, moş kimi heyvanlar suyun altında rahat şəkildə yaşayırlar. Məsələn, moş suyun üst hissəsində yaşayır, su iti də suyun üst hissəsində yaşayır, balina da suyun altında, yəni suyun içərisində yaşayır. Dəraltı pi təbəqəsi onların suda yaşamaları üçün rahat, yəni kömək eləyir. Sonra
Bəzi heyvanlar vardır, onlarda, lələklərlə və yaxud da sıx tüklü örtülüdür bədənlərinin üzəri. Sıx tüklü örtülü olduqları üçün elə bil hava istilik pis keçirdiyi üçün bədən temperaturunu sabit saxlayır və çünki tüklərlə lələklərin arasında hava olur, həmin havada istilik pis keçirir. Ona görə bədən temperaturları sabit qalmış olur. Sonra qış yuxusuna deməli gedən heyvanlar vardır. Soyuq qış aylarında əsasən bəzi canlılar bədənə lazım olan suyu, enerji ehtiyacını dərhal peyk adlı hesabına ödəyir. Sonra qış yuxusuna gedirlər. Bu zaman qətiyyən yəni qidalanmırlar, nə su içmirlər. Sonra mühit yaxşı olduqları zaman təzədən neynirlər? Qidalanmış olurlar. Sonra quşlar deməli hava soyuq olduğu zaman isti yerlərə gedirlər. Biz bunları miqrasiya adlandırırıq. Sonra soyuq iqlim şəraitində bəzən şaxta davamlı bitkilər başlayır bitməyə. Onlar əksəriyyəti həmişəyaşıl bitkilərdir ki, onlar ilin bütün fəsillərində həmişə yaşıl formada qalırlar. Ona görə soyuq iqlim şəraitinə də dözümlü olmuş olurlar. Necə dözümlü olurlar? Onların yarpaqları iynə şəkillidir. İynə şəkilli olduğu üçün suyun buxarlanması azalır və nəticədə bitkilərin donmasının qarşısını almış olurlar. İsti mühitdə yaşayanlarda nə baş verir? İsti mühit şəraitində yaşayanlarda onlarda məsələn ilanlarda, kərtənkələlərdə buna gündüzlər gizlənirlər, gecələr hava soyuq olan kimi başlayırlar neynəməyə? Qida axtarışına çıxmağa və buna görə də istər suda qurda yaşayan, yəni amfibilər, istərsə sürünənlərdə biz deyirik ki, bədən temperaturu ətraf mühitin temperaturundan asılıdır, yəni soyuqqanlıdır. Ona görə balıqdır, suda qurda yaşayandır, sürünəndir. Bunların hər üçü soyuqqanlı canlılardır. Yəni bədən temperaturu ətraf mühitin temperaturundan asılıdır. Amma quşla məməlidə isə asılı deyil. Yəni hava temperaturu neçə olursa olsun, istər quşun, istərsə də məməlinin bədən temperaturu sabitdir. Adi özümüzdən misal göstərə bilərik. Məsələn, insanın bədən temperaturu 36,6-dır. Hava soyuq olduğu zaman da 36,6-dır. Hava isti olduğu zaman da 36,6-dır. Yəni eynidir. Və yaxud da quşun bədən temperaturu 42 selsidir. Hava isti olduğu zaman da 42 selsidir, soyuq olduğu zaman da 42 selsidir. Yəni bədən temperaturu ətraf mühitin temperaturundan asılı deyil. Quşla məməlidə. Amma balıqdır, suda qurda yaşayandır, sürünəndir, bunlar da asılıdır. Sonra səhra heyvanları deyirik ki, səhra heyvanlarının əksəriyyəti su içmirlər. Bəs suyun hardan alır? Yediyi qidadan. Əsasən yediyi qidadan almış olurlar. Sonra bu heyvanlarda, bitkilərdə nə baş verir? Quraqlığa uyğun olaraq bitkilərdə kök sistemi dərinə gedir, yarpaqların sayı azalır, bəzilərində tikana çevrilir, bəziləri bığıcığa çevrilir. Sonra deməli gövdələri ehtiyat su toplayır, bəzilərinin yarpaqları ehtiyat su toplayır və nəticədə nə olur? Quraqlığa uyğunlaşırlar. Məsələn, kaktusdur, gövdəsi ehtiyat su toplayır və yarpağı tikana çevrilir. Sonra aloe, agava kimi bitkilərin yarpaqları ehtiyat su toplayırlar və nəticədə neynirlər? Quraqlığa doğru uyğunlaşırlar. Baxın, fikir verin, məsələn, dəvə tikanı bitkisidir, neyniyir? Daha kökü dərinə getmiş olur. Çünki quraqlığa uyğunlaşmaqla bağlı baş verir. Kaktusdur, yenə dərinə gedir. Palma ağacıdır, yenə səhralarda əsasən bitir də. Ona görə neyniyir? Kök sistemi daha dərinə getmiş olur. Canlılar mühitə uyğunlaşa bilmədikdə nə baş verir? Əgər canlı mühitə uyğunlaşa bilməsə, bu təbii ki, nə baş verir? Canlıların deməli nəslinin azalmasına. Məsələn, nəsil kəsilmə təhlükəsi olan canlılar vardır. İstər bu bitkilərdə, istərsə də heyvanlarda olur. Onlar mühit şəraitinə uyğunlaşa bilmədikləri zaman, özlərini qoruya bilmədikləri zaman, bir yerdən digər yerə köçə bilmədikləri zaman, məsələn, bitkilər bir yerdən digər yerə köçə bilmir. Ya mühit şəraitinə uyğunlaşmalıdır, ya uyğunlaşa bilmədisə də neynir? Məhv olur və nəticədə nə olur? Həmin bitki növünün nəsli kəsilmiş olur. Bu heyvanlara da aiddir. Məsələn, Tasmaniya canavarıdır, dodo quşudur, dişli pələngdir, qılınc dişli pələng, yunlu mamutdur. Bunlar nəsli kəsilmiş heyvanlardır ki, yəni dünyanın heç bir yerində, yer kürəsinin heç bir tərəfində bunun nümayəndəsi qalmayıb. Bir də var nəsli kəsilmə təhlükəsi olan canlılar.
Nəsil kəsilmə təhlükəsi olan canlılar isə sayı azdır, amma yəni, müəyyən bir şərait nəticəsində canlının sayını artırmaq olar. Məsələn, həmin, canlını daha az, yəni ovçuluqla məşğul olan insanlar, həmin canlıны çox tutmasa, məsələn, heyvanı çox tutmasa və yaxud da bitkidirsə, meşələrin qırılması, mühitin çirkləndirilməsi az olduğu zaman bəzən o canlının sayı, yəni stabil qala bilir. Nəsil kəsilmə təhlükəsi azalmış ola bilir. Amma əksərən onlar da yavaş-yavaş artıq nəsli kəsilmiş heyvanlara və yaxud da bitkilərə çevrilmiş olurlar. Və bununla da bizim deməli sizlə olan bu bölməmiz bitdi. İndi keçəcəyik biz sizlə artıq bunların məsələlərini izahına. Birinci başlayırıq Rüstəm Əkbərovun canlıların uyğunlaşdırılması mövzusunun suallarına baxmağa. Birinci sualda deyir ki, birinci vaxt deyim ki, yəni niyə buradan başladım? Çünki 25 dənə sualdır. Düşündüm ki, daha rahat şəkildə, həm də daha tez şəkildə əsasən də sualların cavablandırmış olaram. Daha sonra isə Nərimin Allahverdiyevanın deməli təbiət monitorinq kitabının izahlarına baxacağıq. Kitabın deməli şəklini sağda yuxarıda qoyacağam. Yəni kimsə almaq istəsə və yaxud lazım olsa, yəni məlumat olmuş olsun. Deməli, deyir ki, birinci sualda deyir, aşağıda verilənlərdən biotik amilləri seçin. Dedik ki, biotik amillər dediyimiz zaman nə nəzərdə tutulurdu? Deməli, canlı amillər. Yəni, deməli, bizə canlı amillər lazımdır. Gün işığı canlı deyil, temperatur canlı deyil, bitkilər canlıdır, heyvanlar canlıdır, hava canlı deyil, mikroorqanizmlər, yəni bakteriyalar bəli canlıdır. 2, 4, 5 cavabımız olacaq C variantı. Düşürəm ikinci suala baxaq. Deyir, uyğunluğu müəyyən edin. Deməli, davranış uyğunlaşdırılması, quruluş uyğunlaşdırılması. Davranış uyğunlaşdırılması nə idi? Dedik ki, canlının bədənində baş verən bir dəyişiklik. Quruluş uyğunlaşması nə idi? Daha doğrusu davranış həyat şəraitində baş verən bir dəyişiklik, quruluş bədənində baş verən dəyişiklik. İndi baxaq. Deməli, bizə birinci lazımdır davranış həyat şəraitində, ikinci bədənində. Ayıların qış yuxusuna getmək üçün qarda yuva qurması. Ayı gördüyünüz kimi bədənində heç bir dəyişiklik yoxdur. Sadəcə həyatında, həyat tərzində bir dəyişiklik var. Yuva qurur. Deməli, bu nə olacaq? Davranış. Dovşanların mövsümlər dəyişdikdə tüklərin rənginin dəyişməsi. Deməli, nə oldu? Dovşanın bədənində baş verdi bu dəyişiklik. Deməli, bu nə olacaq? Quruluş. Daha sonra növbəti suala baxaq. Aha. Bəzi köçəri quşların qışda isti bölgələrə uçması. Yəni quşların uçuşu, belə deyək də, quşların uçuşu, quşların heç bir bədənində dəyişiklik baş vermir, yəni həyat tərzində bir dəyişiklik baş verir. Bu da nə olacaq? Davranış. Deməli, 1-ə A, C, 2-yə B. 1-ə ayıların qış yuxusuna getmək üçün qarda yuva qurması və bəzi köçəri quşların qışda isti bölgələrə uçması. 2-yə də aid oldu B. Bir də nə idi? Baxaq bir daha. Dovşanların mövsümlər dəyişdikdə tüklərin rənginin dəyişməsi. Bu da nədir? Quruluş uyğunlaşmasıdır. 3-də deyir, arkadaşlardan biri quruluş uyğunlaşmasına aiddir. Deməli, yenə bizim nəyə aiddir? Bədənində baş verən bir dəyişiklik. Surikatlar yırtıcılardan xəbərdar olmaq üçün daim müşahidə aparır. Surikatın bədənində heç bir dəyişiklik baş vermir. Müşahidə aparır, həyatında bir dəyişiklik baş verir. Deməli, bu quruluş deyil, davranışdır. Delfinin bədən forması onun sürətlə üzməsinə kömək edir. Fikir verin, bədən forması, yəni bədənində bir dəyişiklikdir. Bizə elə bu lazım idi. Deməli, cavabımız olacaq B variantı. Digərlərinə baxaq. Pingvinlər isinmək üçün bir yerə toplaşırlar. Pingvinin heç bir həyatında dəyişiklik baş verir də, yəni bədənində dəyişiklik baş vermir ki, həyatında dəyişiklik baş verir. Deməli, bu davranışdır. Çöl qazları V formasında uçduqda enerjiyə qənaət edirlər. Bu da yenə deməli qazların həyat şəraitində baş verən bir dəyişiklikdir, həyat tərzində baş verən. Deməli, bu da nədir? Davranış uyğunlaşmasıdır. Deməli, bu da bizə aid deyil, bu da bizə lazım deyil. Bizə quruluş lazım idi. Buna görə 3-də cavabımız oldu B variantı. 4-də baş barmaq haqqında səhv olan ifadəni seçin. Gəlin baxaq. Baş barmaq eyni əlin bütün barmaqlarına toxuna bilir. Özünüz də sınayanda baxa bilərsiniz ki, bəli, baş barmağımız eyni əlin bütün barmaqlarına həqiqətən toxuna bilir. Deməli, bu düzdür. Əksər heyvanların edə bilmədiyi bir çox hərəkətləri icra etməyə imkan verir baş barmaq. Bəli,
Baş verirmi? Bəli, baş verir. Fırlada bilirik biz. Sonra digər barmaqlar deməli toxuna bilirik, amma heç bir barmaqlar məsələn digərinə toxunma ehtimalı yoxdur. Məsələn, bir barmağımız başqa bir barmaqlarına toxunsun. Yəni hər bir yəni bütün barmaqlarda bu proses baş vermir də. Bir dənə baş barmaq baş barmaqda baş verir. Ona görə B də düzdür. C-yə baxaq. C-də deyir, şimpanzelərdə də əlin baş barmağı digər barmaqlarla qarşılaşa bilir. Bəli, şimpanzelərdə də bu proses baş verir. Baş barmağın əldəki yeri davranış uyğunlaşdırılmasına misaldır. Xeyr, baş barmağın əldəki yeri bizim baş barmağımız, bədənimizin bir hissəsidir. Davranış uyğunlaşması deyil, bu quruluş uyğunlaşmasıdır. Ona görə nədir? D variantı səhvdir. 5-də deyir ki, uyğunluğu müəyyən edin. Toxum qırmağa və sərt qidaları yeməyə uyğunlaşdırılmışdır. Otu rahat götürməyə uyğunlaşdırılmışdır. Su palçıq mühitində həşəratları tutmaq üçün uyğunlaşdırılmışdır. Gəlin baxaq. Deməli, dimdiyi burada biz nəzərə yetiririk. Hər birinin dimdiyini. Birinci olaraq gəlin birinci dimdiyimizə fikir verin. Dimdiyə fikir verdiyimiz zaman görürük ki, toxumu qırmağa və sərt qidaları yeməyə uyğunlaşdırılanlar. Bunlar hansı olurlar? Belə deyim də sizə, dimdiyi qabarıq olanlar. Dimdiyi qabarıq olanlar toxumu qırmaq üçün uyğunlaşdırılanlardır. İndi baxıram, dimdiyi qabarıq olan bir B-dədir, bir də Y-dədir. Gördünüz, fikir verirsinizsə, əgər qabarıqdır. Deməli, birə nə olacaq onda? B ilə Y. Otu rahat götürməyə uyğunlaşdırılmışdır. Otu rahat götürməyə uyğunlaşdıran hansılardır? Məsələn, otla qidalanan qazdır, ördəkdir. Bunlar nədir? Otla, yəni otu rahat götürürlər də. Buradadır, C də verilib. Bir də baxın D də verilib. Su palçıq mühitində həşəratları tutmaq üçün uyğunlaşdırılmışdır. Bu suyun ətrafında yaşayan canlılar əsasən nəzərdə tutulur. Su quşları. Suyun ətrafında olan quşlar nəzərdə tutulub. Bu da hansıdır? A, bir də F. Deməli, 1-ə B, Y, 2-yə C-dir. 3-ə də nə oldu? A ilə F aid olmuş oldu. Gəlirəm 6-da. Çiçəklərdə nektar sora bilmək üçün uzun və nazik dimdiyi vardır. Bunu kolibri quşudur ki, kolibri quşu. Onda nektarı sormaq üçün deməli uzun bir dənə dimdiyi var. Həmin dimdiyi vasitəsilə elə bir dimdiyi ilə çiçəyin ləçəklərin içərisinə girir və nəticədə orada nektarı sorur. Və hətta biz deyirik ki, bizim keçəcəyik növbəti siniflərdə sizlə tozlanmaq üçün də bu xeyirdir. Çünki o nektarı sorduğu zaman çiçəyin tozuqları gəlir, onun dimdiyinə yapışır. Yapışdığı üçün də nəyir? Onu tozlandırır. Yəni heyvanlar vasitəsilə tozlanmada kolibri quşunu kömək eləmiş olur. Ona görə cavabımız olacaq C variantı. 7-də ilan, kenguru, bir də çita. Əzələrin ayaqları onun uzaq məsafələrə tullanmaq imkanını verir. Təbii ki, bu nədir? Tullanmaqdırsa kenguru. A. Gövdəsinin alt tərəfində xüsusi pulcuqlar onun səthə yapışmasına və irəliləməsinə kömək edir. Bəli, təbii ki, bu ilana aiddir. B. Quyruğu qaçarkən tarazlıq saxlamağa kömək edir. Bu da nəyə aiddir? Çitaya. Deməli, 1-ə B, 2-yə A, 3-ə də C aid olmuş oldu. Keçirəm 8-ci suala. Uzun və güclü quyruğu onu tarazlıq saxlamağa kömək edir. Uzun güclü quyruğu, deməli, baxaq, bu hansına aid ola bilər? Bu pələngdir, bəli, pələngə aiddir. Bu atdır, atlı xeyir. Bu, deməli, bu kenqurudur. Bəli, tarazlıq saxlamağa. Hepardda qaçmaq üçündür. Kenquruda da tullanmaq üçündür. 3 aiddir. 4 dəvədir. Dəvədə bu kömək etmiş olmur. Deməli, 1 ilə 3 cavabımız olacaq C variantı. Deməli, 9-da deyir ki, quşlar haqqında düz olan ifadələri seçin. Uçan quşların güclü bədən əzələləri onların qanad çalmalarını təmin edir. Bəli, döş əzələləri vasitəsilə uçmasını təmin eləmiş olur. Bir düzdür. Bunu silim, rahat olsun. Bir düzdür. Quşların lələkləri onların bədənini isti saxlayır və uçmağa kömək edir. Bəli. Möhkəm içi dolu sümüklər. İçi dolu yox, içi boş sümüklərdir quşlarda. Quşa möhkəmlik verir, xeyir, səhvdir. Quşların axıcı bədən forması onlara havada sürətlə hərəkət etməyə kömək edir. Bəli, düzdür. 1, 2, 4 cavabımız olacaq B variantı.
Onda hansı heyvan iri dişlərlə otu kəsir və üyüdür? Bu, bayaq sizdə izahda da gördünüz, şəkildə göstərdim sizə. Hansı iri dişləri ilə otu kəsir və üyüdür? Bu görüşüyə məməlilərdir. Qoyundur, camışdır, keçidir, yəni otla qidalananlardadır. Otla qidalananlarda da fikir verin qabaq hissələrinə. Qabaq hissələrin sümüklərindən deməli, aid olar birinci, bir də bax bu qabaq hissələrinə baxın, bu hissələrinə fikir verirsiniz. Bir dənə dördüncü. Bunlar isə bu ikisi isə ətlə qidalananlardır. Ətlə qidalananlar isə qabaq hissə belə yastı olur. Amma otla qidalananlarda qabaq hissə uzunsov olur. Onun üçün 3-dən 2 aid deyil, 1-lə 4 cavabımız olacaq C variantı. 11-də bəzi heyvanlar başqa bir canlı kimi görünmək, səs çıxarmaq, qoxumaq və ya hərəkət etməklə özlərini yırtıcılardan qoruyurlar. Bu necə adlanır? Bu bayaq dediyim kimi milçəyinin özünü bal arısına oxşatmasıdır. Deməli, başqa bir canlı kimi görünmək. Deməli, canlının özünü canlıya oxşatması. Bayaq dedim sizə, biri var idi canlının özünü hansı bir ota falan oxşatması. Bu nə adlanırdı? Bu adlanırdı maskalanma. Amma canlının özünü daha təhlükəli bir canlıya oxşatması isə adlanır mimikriya. Burada da milçəyin özünün bal arısına oxşatmasıdır. Bu mimikriyadır. Ona görə cavabımız olacaq B variantı. 12-də bu bitkiləri günəş işığı əldə etmək üçün uyğunlaşdırmaları ilə müəyyən edin. Balqabaq, noxud, çöl sarmaşığı. Balqabaqda sürünəndir. Noxudda dırmaşandır. Çöl sarmaşığı sarmaşandır. İndi baxaq. Sarmaşığın gövdəsi olan bitkidir. Bu sarmaşığın çöl sarmaşığıdır. A. Dırmaşan gövdəsi olan bitkidir. Dırmaşan noxuddur. B. Sürünən gövdəsi olan bitkidir. Bu da balqabaqdır. C. Deməli, 1-ə C, 2-yə B, 3-dən aid oldu. A aid oldu. 13-də ciyan, su sümbül çiçəyi, bir də itxiyarı. Deməli, indi gəlin baxaq. İtxiyarı toxumun öz-özünə yayandı, su sümbül çiçəyi suyun ətrafında olandı, ciyan da suyun ətrafında olandı. İndi nə deyir bizi? Suyun səthində qalmasına və üzməsinə kömək edən hava ilə dolu şişmiş saplağı olur. Baxın, su səthində qalmasına və üzməsinə kömək edən. Bu hansıdır? Deməli, suyun səthində qalan. Bu suyun səthində qalanıcı su sümbül çiçəyidir. Su sümbül çiçəyində deməli saplağı olur. Saplağın içərisində su ilə dolu olmuş olur. Su deyirəm, hava ilə dolmuş olur. Onun üçün ikinciyə aid olacaq A. Daha çox günəş işığı udmaq üçün yaşıl yarpaqlarını və gövdələrini suyun səthindən yuxarıya doğru çıxarır. Bu ciyandır. Toxumlar istiliklə birlikdə güllə kimi meyvədən xaricə atılır. Bu isə itxiyarıdır. Toxumu öz-özünə yayılanlardandır. Sonra 14. Deyir ki, verilmiş heyvanların onların ekstremal temperaturlarda sağ qalmasına kömək edən uyğunlaşdırmalar ilə müəyyən edin. Su iti, müşk öküzü, bayquş. Deməli, su iti, baxaq, lələklərin arasındakı hava istiliyi pis keçirdiyi üçün bədən temperaturunu sabit saxlamağa kömək edir. Təbii ki, bu nəyə aiddir? Bayquşa. 3 aid olacaq A. Sıx tüklərin arasındakı hava istiliyi pis keçirdiyi üçün deməli, bədən temperaturunu sabit saxlamağa kömək edir. Deməli, sıx tüklərin arasındakı hava. Sıx tüklərin arasındakı hava deyirsə, bu müşk öküzündədir. B. Bədən istilik itkisini azaltmaq üçün dərilərin altında izolyasiya rolunu oynayan qalın piy qatı olur. Bəli, bu isə su itidədir. Ona görə C. Deməli, 1-ə C, 2-yə B, 3-ə də A aid. 15-də qütb ayısı haqqında səhv olan fikri ifadəni seçin. Bədən isti saxlayan 10-11 sm dəraltı piy qatı olur. Deməli, qütb ayısında bəli 10-11 sm izolyasiya rolunu oynayan dəraltı piy qatı olur. Bu düzdür. 3,5-5 sm xəz və ya tük örtüyü olur. Bəli. Bu da yenə özünü deməli ekstremal temperaturdan qorumaq üçündür. Tük örtüyün altında ağ dərisi var. Xeyr, yəni bunun sadəcə tükləri ağ rəngdədir. Yəni dərisi ağ rəngdə deyil.
Ona görə C variantı səhvdir. Qış yuxusunda onlar qətiyyən qidalanmır və su içmirlər. Bəli, nə qidalanır, nə də su içmirlər. Demək, soyuq iqlimdə yaşayan və qış yuxusuna gedən canlılardır. Onlar qış yuxusuna getdikləri zaman nə qidalanırlar, nə də su içirlər. 16-da bu heyvanlara onların ekstremal temperaturlarda sağ qalmasına kömək edən uyğunlaşdırmalar ilə müəyyən edin. Çöl tülküsü, səhra tısbağası və dəvə. Nadir hallarda yağan yağışlardan bacardığı qədər deməli, su ehtiyatı toplamaq üçün dayaz çuxurlar qazır. Aha, nadir hallarda yağan yağışlardan deyirsə, bu təbii ki, tısbağada olacaq. Çünki tısbağa səhralıqda olduğu zaman, yəni səhrada bilirik ki, nadir hallarda yağış yağır da. Yağış yağdığı zaman onlar dayaz çuxurlar qazırlar ki, yəni daha sonralar lazım olduqları zaman bu sudan istifadə edə bilsinlər. Ona görə 2A qulaqları isti səhra iqlimində bədən temperaturunun tənzimlənməsində mühüm rol oynayır. Bu tülküdədir. Çöl tülküsünün qulaqları dair olur. Dovşanlarda da var bəzən bunlarda. Onun nəticədə bədən temperaturunun tənzimlənməsində bu rol oynamış olur. Ona görə 1-ə B-dir. Suya və acılığa olan tələbatını hörgüclərində toplanmış yağ ehtiyatı hesabına ödəyir. Bəli, təbii ki, bu dəvəyə aid olmuş olacaq. 1-ə B, 2-yə A, 3-ə də C aiddir. Düşürəm 17-yə. Dəvələr haqqında düz olan ifadələri seçin. 50-100 litrə qədər suyu bir dəfəyə içir. Deməli, dəvə, bəli, 50-100 litrə qədər suyu bir dəfə içmiş olur. Bu düzdür. Həftələrlə susuz qala bilər. Bəli, hörgüclərində saxlayır suyu. Dəvə suya və acılığa olan tələbatını hörgücündəki yağ ehtiyatı ilə ödəyir. Bəli. Tez-tez tərləyir və sidiyi orqanizmdən kənarlaşdırır. Xeyr, səhralıqda yaşayan canlılarda onlar demək olar ki, tərləmirlər. Çünki sidiyi deməli onlar sidiyə az gedirlər və sidikləri də qatı olur. Amma tez-tez də tərləmirlər. Ona görə 4 səhvdir. 1, 2, 3 cavabımız olacaq C variantı. 18. Dəvətikanı, palma, bir də kaktus. İndi baxaq yenə. Uzun köklərin köməyi ilə yerin alt qatının su ehtiyatını istifadə edir. Fikir verdiksə şəkildə bayaqlar gördünüz. Dəvətikanı daha dərindədir. İkinci dərinlikdə olan palmadır. Ən nisbətən, yəni səthdə olan kaktusdur. Yəni dərinlikdən səthə doğru ardıcılığı desək, dəvətikanıdır ən dərin, sonra palmadır, sonra da kaktusdur. İndi uzun köklərin köməyi ilə yerin alt qatlarından su ehtiyatından istifadə edirsə, bəli, bu dəvətikanıdır, daha tez dərinə gedir. 1-ə aid olacaq A. Qalın, şirəli və ətli gövdəsindəki su ehtiyatı quraqlıq mövsümündə bitkini qurumaqdan qoruyur. Bu kaktusdur. 3-ə B. Yarpaqlarının üzərində mum qatı su itkisini azaldır. Bu palmadadır. C aid olmuş olacaq. Sonra 19. 19-da deyir, aşdaşlardan nəsli kəsilmiş, nəsli kəsilməkdə olan demir, fikir verin, nəsli kəsilmişi deyir. Baxaq, dodo quşu nəsli kəsilmişdir. Beyzoğa keçisi, xeyr. Tasmaniya canavarı, bəli. Şabalıd yarpaq balıdır, xeyr. Zərif meşə novruzu, xeyr. 1-lə 3 cavabımız olacaq C variantı. 20-də aşdaşlardan hansı şikar tutmaq üçün davranış uyğunlaşdırılmasıdır? Yenə baxaq, davranış deməli hərəkət, həyat tərzində baş verən bir dəyişiklikdir. Güclü çənə quruluşdur. Sürətli hərəkət qabiliyyəti deməli, yox, bu quruluşdur. Zəhərlərdən istifadə edib bədənində baş verən bir şeydir bu. Deməli, quruluşdur. Tələlərdən istifadə. Tələdən istifadə edirsə, bu həyatında baş verən dəyişiklikdir. Yəni, tələ bədənində deyil ki, bunun özü yaradır tələsini. Ona görə bu nədir? Davranış uyğunlaşmasıdır. 21-də aşdaşların hansı ekstremal temperaturlarda sağ qalmaq üçün davranış uyğunlaşdırılmasıdır? Ekstremal deməli, soyuq temperatur və yaxud da həddindən artıq isti temperaturlarda nə baş verir? Miqrasiya, bəli. Miqrasiya baş verir. Soyuq yerlərdən isti yerlərə getməyə başlayırlar. Ona görə də cavabımız olacaq A variantı. 22-də aşağıdakı ifadələrdən hansılar doğrudur işarələyin.
Baxaq, deyir ki, xəstəliklərin müalicəsində istifadə olunan bir çox dərman bitkisi nəsil kəsilmə təhlükəsi deməli altındadır. Bəli. Yəni insanlar çox istifadə elədiyi üçün nəsil kəsilmə təhlükəsindədirlər. Bir düzdür. Torpaq, su və hava biotik. Biotik deyil, abiotikdir. Bu səhvdir. Suda yaşayanların əksəriyyətinə müqaviməti azaldan və daha sürətli hərəkətə kömək edən axıcı uzunsov bədən forması verilib. Suda yaşayanların əksəriyyəti, məsələn, balıqlarda, bəli, axıcı uzun bədən forması var. Önlə arxa hissdə dardır, gövdə isə genişdir. Bəli, düzdür. İşte düzdür. Sərhəd ısbağası lazım olan suyu yediyi qidadan alır. Bəli, düzdür. Bütün bitkilərin işığa tələbatı eynidir. Xeyr, eyni deyil. Səhvdir. Yəni işıq sevən bitkilər var, kölgə sevən bitkilər var, fərqlidir. Qızılağac bitkisi meyvəsi suda batır. Xeyr, suda batmır. Bu da səhvdir. Deməli, düzgün olanlar 1, 3, bir də 4. Sonra baxaq 23-ə. Elə bu RFM sualımızdır. 2023-2024-cü il birinci mərhələyə düşüb. Davranış uyğunlaşması istəyir. İstinmək üçün qrup halında bir yerə toplaşır. Bu davranışında, yəni hərəkətlərində baş verir bu dəyişiklik. Deməli, bir davranışdır. Ana fərdlər ova gedərkən ata pingvinlər yumurtanın üstündə kürt yatır. Baxın, kürt yatır da, yenə deyirəm. Bunun pingvinin bədənində dəyişiklik baş vermir ki, həyatında baş verir dəyişiklik. Deməli, bu da düzdür. Balıq tutmaq üçün qısa iti dimdikləri var. Qısa iti dimdiyi var. Yəni pingvinin bədənindədir bu. Deməli, bu davranış deyil, quruluşdur. Qara və ağ lələklər isti və sərin qalmağa kömək edir. Lələklər bədənindədir. Deməli, bu da quruluşdur. Deməli, cavabımız olacaq 1 ilə 2, B variantı.